Salam, hörmətli tamaşaçılar. Hal-hazırda biz Zülfüqar Məmmədov adına xəstəxananın acil bölməsindəyik. Səhər saatlarında Natəvan qəsəbəsi Gəncə şəhər Atabəylər prospektində Şəhzadə və Sərin Şadlıq Sarayının yanında kütləvi şəkildə itlərin, necə deyərlər, təzyiqinə məruz qalmışam. Baxmayaraq ki, cəhd elədim, həmin itlərlə mübarizə aparım, lakin alınmadı. Onlardan biri məni dişlədi və nəticə etibarilə də hal-hazırda gördüyünüz kimi bu xəstəxanada ilkin tibbi yardım alınır. Ümumiyyətlə, şəhərimizdə bu yersiz itlərlə əlaqəli tədbirlər həyata keçirilsə də, ancaq lazımi səviyyədə deyil. Uşaqların, böyüklərin, ümumiyyətlə, yaşayış qəsəbələrində demək olar ki, həddindən artıq itlər çoxdular və həmin itlərlə də mübarizə aparmaq mümkün deyil. İnsanlar evdən çıxmağa qorxurlar, gecə vaxtlarında ümumiyyətlə ciddi problemlər yaradırlar bu itlər. İnsanlar qorxu içində yaşayırlar. Onların da təhlükəsinin təmin olunması aidiyyatı qurumlar həyata keçirməlidirlər. Hesab edirəm ki, bu reportajımızdan sonra ciddi tədbir görüləcəkdir. Yəni, mən bu günləri bu tərzə məruz qaldımsa da, görün, indi körpə uşaqlar o şəraitdə, o itlərin hücumuna məruz qalsaydılar, bunun aqibəti necə olardı? İndi hesab edirəm ki, biz buradakı həkimlərimizə də minnətdarı bildirək ki, operativ bizə köməklik göstərirlər. Lakin nəzərinizə çatdırım ki, statistikaya baxanda gün ərzində neçə yüz müraciətlər olur. İstər rayonlardan yaxınlanırsa Gəncə şəhərindən it dişləməsindən. Yəni, buna nəticə etibarilə bir tədbir görmək lazımdır, bunlara son qoymaq lazımdır. Diqqətinizə görə sağ olun.